Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Osmanlı Sultanlığı, Osmanlı dövləti. 1302-ci ildən 1923-cü ilə kimi mövcud olan bu nəhəng, uzun müddətli imperatorluğun tarixini biz sizə 2 və ya 3 videoda çatdıracağıq. Dəyərli yoldaşlar, izləmədə qalın. Osmanlı Sultanlığından danışmazdan əvvəl Rum Sultanlığı, deməli, Anadolu, Səlcuqlu Sultanlığı haqqında məlumat verək. Biz bilirik ki, hələ Monqol işğalları dövründə, Monqolların Çingiz xanın qarətçi, deməli, belə deyək, dəhşətli yürüşlərinin zamanında Oğuzların bir hissəsi Rum Anadolu Səlcuqlu Sultanlığına sığındı. Eyni zamanda Bizansla sərhəddə yarandığı üçün, yəni Anadoludan söhbət gedir, Bizansla da uğurlu müharibələr apardı. Xüsusən Əlaəddin Keykubatın dönəmi daha deməli, uğurlu və inkişaf etmiş dönəmi sayılır Rum Sultanlığında. Bizansla uğurlu müharibələr apardı, amma Qazan xanın yürüşləri nəticəsində çox ciddi zəiflədi Rum Anadolu Səlcuqlu Sultanlığı. Bu ərəfədə, yəni bu dönəmdə deməli, qayı boyu, Oğuzların, Türklərin qayı boyu daha çox inkişaf edirdi, genişlənirdi. Qayı boyunun başçısı Süleyman Şah haqqında biraz məlumat verək. Süleyman Şah ümumiyyətlə 50 min türkmənlə deməli, hərəkətə keçir. Çünki Anadolu Səlcuqlu Sultanlığından torpaq istəyir, yer istəyir yaşamaq üçün öz boyu ilə bir yerdə müraciət edir. Çünki o vaxt Monqollar artıq hər yeri zəbt eləmişdilər. Dediyimiz kimi sığınan türkmənlərdən bir hissəsi də qayı boyu idi. Deməli, Rum Sultanının icazə verməsi ilə Ərzuruma doğru hərəkət edirlər Süleyman Şah. Ondan sonra həmin o Rum vilayətinə gəlir, daxil olur. Lakin oradakı çətinliklər içəridə, yəni tayfa arasında, əyanlar arasında biraz narazılığa səbəb olur ki, biz yenidən qayıdaq öz torpaqlarımıza, bura daha çətindir yaşamaq üçün. Onlar qayıtmağa yenə üst tuturlar, gəlirlər. Bu dəfə başqa yolla qayıtdıqları üçün Hələbə gəlib çıxırlar, yəni Suriya ərazisindən söhbət gedir. Fərat çayını keçən yerdə, yəni Caber qalası var, Fərat çayını keçməlidirlər. Fərat çayını keçərkən, deməli, Süleyman Şah, qayıların başçısı Süleyman Şah çayı keçərkən boğulur, vəfat edir və onu Caber qalasının yaxınlığında dəfn edirlər. Həmin yerə Türk məzarı deyilir, dəyərli yoldaşlar, indi də. Daha sonra, Süleyman Şahdan sonra hakimiyyət deməzdim də, yəni qayı boyunun başçısı kimi təyin olunur Ertuğrul Qazi. Ertuğrul Qazi 1230-cu ildən 1281-ci ilə qədər uzun bir müddət deməli, rəhbərlik eləyib qayı boyuna. Deməli, Rum Sultanı ilə, həmin bu Anadolu Sultanı ilə əlaqələr qurur, xüsusən Əlaəddin Keykubatdan söhbət gedir. Əlaqələr qurur və oğlunu ora elçi kimi göndərir, Domaniçi yaylaq kimi, Söyüd qışlaq kimi Rum Sultanı, Anadolu Səlcuqlu Sultanı deməli, Ertuğrula verir. Yaylaq kimi dediyimiz kimi Domaniçi, Söyüdü də qışlaq kimi. Dəyərli yoldaşlar, Osman bəy. Osman bəy kimdir? Ertuğrul Qazinin oğludur. Əvvəlcə Osman bəy atasının yerinə deməli, qayı boyunda rəhbər kimi gəldikdən sonra təkfirlərlə dinc münasibət qurmağa çalışırdı. Düşünürdü ki, yəni nə qədər dinc münasibət qurulsa, ticarət inkişaf etsə, bunun qayı boyu üçün bir o qədər də uğurludur. Amma təkfirlər Osmanın inkişafını istəmirdilər və ona qarşı birləşməyə cəhd edirdilər. Nəticədə nə oldu? Qaraca Hisar fəth olundu Osman bəy tərəfindən. Qaraca Hisarın fəthində ona dəstək verdi 3-cü Əlaəddin. 3-cü Əlaəddin kimdir? Rum Anadolu Sultanıdır. Rum Anadolu Səlcuqlu Sultanı yəni. Bu uğurlarının nəticəsi olaraq böyük bir sancaqlıq formalaşdı və o sancaqlığın mərkəzi kimi deməli, Əskişəhər və İnönünü deməli, 3-cü Əlaəddin Osmana verdi. Əskişəhər, İnönü. Eyni zamanda
Osmanın uğurlarını qiymətləndirmək üçün ona hədiyyələr verdi. Hədiyyələrin detalları haqqında mənbə məlumatı kimi kitabda yazılıb. İndi isə biz danışırıq Osman bəyin, Osman Qazinin dövlət qurmasından. Osman Qazi 1302-1326-cı illərdə Osmanlı dövlətində hökmdar olub. 1302-ci ildə özünü müstəqil elan edir. Nəyə görə? Çünki görür ki, artıq Anadolu Səlcuqlu Sultanlığı dağılma dövrünü yaşayır, çox zəifləyib və bu fürsətdən istifadə edərək özünü müstəqil elan edir. Yenə dediyim kimi, müstəqil elan etdikdən sonra da o öz xoş münasibətini, ondan sonra əhali ilə davranışını yenə də o qaydada davam elətdirir. Hətta xristian əhaliyə də, yəni təbəəsi olan xristian əhaliyə də xoş davranır. Sənətkarlarla yaxşı keçinir. Bu, onun nüfuzunu getdikcə bir bəy olaraq artırır. Lakin artıq Osman dövlət yaradıb. Hələ bəy olarkən onun inkişafından narazı olan, istəməyən Bizans təkfurları bu dəfə isə tam birləşirlər. Birləşirlər və istəyirlər ki, Osmanı hələ inkişaf etməmiş, yəni belə deyək, kiçik vaxtında böyüməmiş, məğlub edib sıradan çıxartsınlar. Amma bu baş tutmur. Baş tutmur, deməli, Osman onları məğlub eləyir və bir müddətlik Bizans təkfurlarının təhlükəsinin qarşısını ala bilir. Daha sonra Bursanı mühasirəyə alır. Çünki Bizans təkfurları arasında da bir-biri ilə mübarizə var idi. Razılaşmadıqları məsələlər var idi. Bir-birinə hətta vuruşurdular da. Bizansdan da dəstək gələ bilmirdi. Çünki Bizans hələ başqa deməli, işğalçılarla da mübarizə aparırdı. Bu fürsətdən istifadə edən deməli, Osman Qazi Bursanı deməli, mühasirəyə alır. Bursanı mühasirəyə alır. Osman Qazinin dövründə paytaxt Söyüddür. Bursa mühasirəyə alınıb. Osman Qazinin dövründə paytaxt Söyüddür. Yəni 1302-ci ildən 1326-cı ilə kimi, yəni Osman Qazinin dövrü paytaxt Söyüddür. Orxan Qazi. Orxan Qazi Osman Qazinin oğludur. Oğludur 1326-1362-ci illərdə Osman Qazidən sonra Osmanlı dövlətinin hökmdarı olmuşdur. Və bir sıra ciddi addımlar atıb Orxan Qazi. Birinci neynədi? 12 illik mühasirənin tamamında Bursanı fəth elədi. Bursanı fəth eləyən kimi paytaxtı Bursaya köçürtdü. Bursa fəthində, Bursa mühasirəsində Azərbaycandan Xoy şəhərindən Geyikli Marallı Baba öz ətrafı ilə deməli Orxan Qaziyə köməyə getmişdi. Bu mənbələrdə var. Dediyimiz kimi paytaxtı Bursaya köçürtdü 1326-cı ildə. Dövləti inzibati cəhətdən idarə olunması asan olsun deyə paşalıq və sancaqlıqlara böldü. Yeni pul deməli buraxdı dövriyyəyə. Artıq dövlətin konkret olaraq atributlarını tənzimləməyə başladı. Öz ərazisini genişləndirməyə cəhd edirdi. Kim? Orxan Qazi. Bunun da qarşısını almaq üçün deməli Bizans müharibəyə başladı. Bizans müharibəyə başlaması ilə 1329-cu ildə Maltepe döyüşü baş verdi. Maltepe döyüşündə oxçular, baxın, Maltepe döyüşünün Orxan Qazinin qələbəsi ilə nəticələnməsinin əsas səbəbi mahir oxçulardır. Dəyərli yoldaşlar, unutmayın. Maltepe döyüşü 1329, mahir oxçular, bunu unutmayın. 1354-cü ildə Gelibolu qalasını fəth elədi Orxan Qazi. Gelibolu qalası nəyə görə vacib idi? Balkanlara hücum üçün əsas strateji qala idi. Yəni Balkanlar, bir addım sonra Balkanlara girmək üçün Gelibolu qalası vacib idi. Bunları unutmayın, dəyərli yoldaşlar, testdə mütləq sizi belə suallarla narahat edəcəklər. Deməli, Bizans Anadoludan qovuldu. Xüsusən Geliboludan sonra bir sıra kiçik deməli mübarizələrdən sonra Bizans artıq Anadoludan qovuldu. Və Orxan Qazinin ən böyük işi testə düşə bilər. Ən uğurlu işi Bizansın Anadoludan qovulmasıdır. Unutmayın ha, Bizansın, Bursanın fəthi yox. Bizansın Anadoludan qovulması. Bax belə. Deməli, nəticədə nə oldu? Bizans Anadoludan gedəndən sonra nə olacaq? Deməli, bir xəritəni canlandıraq. Şimalda Qaradəniz sahilinə,
cənubda Egey dəniz sahilinə, qərbdə də Konstantinopola qədər bir ərazini əhatə edən dövlət formalaşacaq. Deməli, mahiyyəti nə oldu bunun? Osmanlı dövləti dəniz dövlətinə çevrildi və ilk donanma mərkəzi İzmit şəhəri oldu. İzmit ilk donanma mərkəzi oldu. Sultan 1. Murad Sultan 1. Murad 1362-ci ildən 1389-cu ilə qədər hakimiyyətdə olmuş. Osmanlı tarixində ilk sultan Sultan 1. Muraddır. Əgər bizə hər hansı bir sual düşsə testdən, məsələn, deyək ki, Bursa şəhəri belə bir sual versələr, heç test olmasın, hansı sultanın dövründə fəth olunub, biz ona məntiqi olaraq cavab verə bilmirik. Çünki heç bir sultanın dövründə fəth olunmayıb. Hökmdar deyə bilərik Orxan Qaziyə, amma sultan deyə bilmərik. Çünki Osmanlı tarixinin ilk sultanı Sultan 1. Muraddır. İlk sultan titulunu qəbul edir, Ədirnəni fəth edir. Ədirnəni fəth edir 1362-ci il hakimiyyətə gələn kimi və paytaxtı Ədirnəyə köçürdür elə 1362-ci ildə. 1371-ci ildə Serbiya ilə müharibə eləyir. Deməli, Çirmən döyüşü baş verir. Serbiya ilə baş verən bu 70 minlik Serb ordusunu darmadağın edir. Deməli, Sultan 1. Murad 1389-cu ildə Serblər qisas almaq üçün Kosovo döyüşündə Osmanlı ilə müharibə eləyir. Kosovo döyüşü baş verir. 1389-cu ildə Serblər yenə məğlub olur. Nəticədə Serbiya və Bolqarıstan asılı hala salınır. Deməli, Sultan 1. Muradın dövründə baş verən əsas ən böyük hadisə Serbiya ilə Bolqarıstanın asılı hala salınmasıdır. Keçirik, deməli, İldırım Bəyazıt, 1. İldırım Bəyazıtın dönəminə. 1. İldırım Bəyazıt 1389-cu ildən 1402-ci ilə kimi hakimiyyətdə olub. Çox sürətli manevrlar etdiyi üçün elə ona İldırım Bəyazıt deyirlər. Deməli, 1396-cı ildə Niqbolu döyüşü baş verir. Niqbolu döyüşündə Xaslıları məğlub edir. Deməli, Xaslılarla vuruşan Osmanlı sultanlarından biri kimdir? Biri İldırım Bəyazıtdır. Qarşıda ola bilər, davam edək. Bolqarıstan tabe edilir. Bolqarıstan asılı hala salınmışdı. Tabe edilir. Ola bilər ki, ortada bir müddət ərzində Bolqarıstan yenə sərbəst davramağa başlayıb. Ona görə bu sizi çaşdırmasın. Bolqarıstan İldırım Bəyazıtın dövründə tabe edilir. Balkanlarda möhkəmlənilir. Yəni, Bolqarıstan, Serbiya zaten Balkanlardadır. Balkanlarda biraz da deməli, özünü möhkəmləndirir İldırım Bəyazıt. Əsas diqqətini hara yönəldir? Konstantinopola yönəldir. Konstantinopolun fəthinə. Amma şərqdən çox böyük bir təhlükə var. Belə ki, Teymur dövlətini yaradıb 1370-ci ildə. Şərq tərəfin demək olar bütün ərazilərini işğal edib və yaxınlaşır Anadoluya. 1402-ci ildə Ankara döyüşü baş verir. Kimlə? Kim arasında? Teymurilərin hökmdarı Turan Sultanı Teymurla 1. İldırım Bəyazıt arasında və Teymur qalib gəlir. Teymur qalib gəldikdən sonra hətta orada əsir götürür 1. İldırım Bəyazıtı, sonra 1. İldırım Bəyazıt vəfat edir elə əsirlikdə. Yəni, bu qədər məlumat kitabımızda var. Deməli, sonra hakimiyyətə gələcək 2. Mehmet Fatih 1451-ci ildə. Deməli, 1402-ci ildən 1451-ci ilə qədər kitabda məlumatlar qeyd olunmur. Sizə bir cümlə ilə bunu deyirəm. O qədər hakimiyyət mübarizəsi baş verib ki, həmin dövrdə o qədər özünü 5-6 nəfər, 3-4 nəfər sultan eləyib sürətli bir şəkildə. Yəni, ara müharibələri dövrüdür. Ona Fetrət dövrü deyirlər Osmanlı tarixində. Fetrət dövrü 1402-ci ildən 1451-ci ilə qədər. Nəhayət, Osmanlını dirçəldəcək bir sultan gəlir hakimiyyətə. 2. Mehmet Fatih. 1451-1481-ci ildə hakimiyyətdə olmuş və 1453-cü ildə Konstantinopolu fəth etdi. Konstantinopol 2. Roma, Qızıl Körpü adlanırdı, bilirsiniz.
Şərqlə Qərbi birləşdirən ticarət körpülərinin üzərində yerləşirdi. Dünyanın bəlkə də o dövrün ən güclü, ən böyük, ən varlı ticarət mərkəzi Konstantinopol sayılırdı. 1461-ci ildə Trabzonu fəth edir. Trabzonun fəthində Ağqoyunlularla müharibələr aparır. Eyni zamanda Venesiya ilə də mübarizə aparır. Bəzən diplomatik gedişlər edir, Venesiya ilə bəzi məsələlərdə müttəfiqlik də göstərir, amma əksər hallarda Venesiya ilə mübarizə aparır. 1476-cı ildə qanunnamə verir. Qanunnamə dövlətdə nizam-intizamı, qayda-qanunu bərqərar etmək üçün 1476-cı ildə qanunnamə verir. Bu qanunnamənin 4 əsas bəndi var. 1. Məmurların vəzifələri. 2. Məhkəmə quruculuğu. 3. Torpaq mülkiyyəti formaları. 4. Dini icmanın hüquq və vəzifələri. Nə qədər ki, dini icmalar var, onlar hansı hüquq vəzifələrə malikdirlər, sahibdirlər, onlar da bu qanunnamədə təsbit olunur. Dəyərli yoldaşlar, Osmanlı Sultanlığı mövzusu dediyim kimi geniş mövzudur. Davam edirik, izləmədə qalın.